Salam hər kəsə. Dərsimiz Qədim Romadır. Bundan əvvəl biz Yunanistanı keçdik. Yunanistan bilirik ki, Balkan yarımadasında yerləşir. Roma isə Apnenin yarımadasındadır. Buranı buzovlar ölkəsi adlandırırdılar. Xəritədə biz görsək Romanın ərazisi Aralıq dənizinin şimalında çəkməyə bənzəyən, yəni ada görəcəyik. Həmin ərazi Romanın ərazisidir. Sonra Roma 3 yerə bölünür: padşahlıq, respublika və imperiya dövrünə. Padşahlıq dövrü başlayır Qədim Roma yaranandan, yəni eramızdan əvvəl 753-cü ildən respublika dövrü yaranana qədər, eramızdan əvvəl 509-cu ilə qədər. Padşahlıq dövründə nə işlər olur? Yəni əsas iş burada imperiya dövründədir, ən böyük işlər. Sonra respublika dövründə də danışacağıq hansı nə işlər olur. Padşahlıq dövründə qısaca biz bundan danışırıq ki, ölkəni padşah idarə eləyirdi. Patris və plebeylər var idi elə həmin dövrdən Roma yaranandan. Patrislər özlərini Romanın tam hüquqlu vətəndaşı hesab edirdilər. Yəni deyirdilər ki, Romanı yaradan bizik, bizim atalarımızdır. Demosda patrislərdə, yəni plebeylər də bizə işləməlidir. Demosla qarışdırdım. Demos hardadır? Mən deməmiş, siz deyin. Demos hardadır? Demos Yunanistandadır, bəli. Patris ilə plebeydə Romadadır və elə padşahlıq dövründə patrislərlə plebeylər arasında yəni müharibələr olur, qarşıdurmalar olur. Amma ən böyük müharibə ilə başlayır respublika dövründə. Buna görə də biz mövzumuza vətəndaş respublika dövründə başlayanda deyirik ki, vətəndaş müharibəsi ilə başlayırlar. Elə Roma yaranandan eramızdan əvvəl 509-cu ildən 265-ci ilə qədər bu vətəndaş müharibəsi davam edir. Eramızdan əvvəl 265-ə qədər. Burada nə işlər olur? Yəni biz əsr olaraq deyirik ki, 509 artıq 9 ildir də, 6-cı əsr çıxır. 5-ci əsrdən başlayırıq. 5-ci əsrdə Roma plebeylər xalq tribunu seçmə hüququ qazanırlar. Sonra 3-cü əsrin, eramızdan əvvəl 3-cü əsrin birinci yarısında, yəni əvvəllərində bütün Roma vətəndaşları tam qanun qarşısında bərabər olur. 3-cü əsrin də ortalarında bütün Roma vətəndaşları yəni eyni olur da. Plebeylər də artıq Romanın tam hüquqlu vətəndaşı olur. Deməli, təkrarlayırıq. Eramızdan əvvəl 5-ci əsrdə nə baş verdi? 3 dənə hadisə var bu vətəndaş müharibəsində. Bunu bilsək, bununla bağlı düşən testlərin hamısını biz yazırıq. Biri 5-ci əsrdə, eramızdan əvvəl 5-ci əsr nə oldu? Nə seçmə hüququ qazandılar? Romalılar, yəni plebeylər nə seçmə hüququ qazandı? Plebeylər xalq tribunu, onların mənafeyini qoruyan tribun. Burada da əsas 2 dənə tribundan biz danışırıq. Hansılardır bunlar? Tiber Grax və Qay Grax, yəni 2 qardaşdırlar bunlar, indi gələcəm ora. 5-ci əsrdə onların mənafeyini qoruyan tribun qazandılar. Və bu tribun da gələndən sonra həmin tribun 3-cü əsrin əvvəllərində, eramızdan əvvəl Romada vətəndaşlar tam hüquqlu oldular, qanun qarşısında bərabər oldular. 3-cü əsrin ortalarında da plebeylər Romanın tam hüquqlu vətəndaşı oldu. Yəni plebey patrisi fərqi yoxa çıxmış kimi bir şey oldu, amma bu təbii ki, sənətdə qalır, tam da belə olmur. Yenə də plebeylərə qarşı mübarizələr, sıxışdırmalar olur. Əsasən burada çünki əsas hakimiyyət yenə də senatın əlində qalırdı. Patrislərin əlində idi bütün torpaq sahələri. Bu vaxtda hakimiyyətə Tiber Grax gəlir. Deyir ki, niyə bütün torpaqlar patrislərin, varlıların əlindədir? Kasıblara da torpaq sahələri paylamağa başlayır. Tiber Grax'ın dövründə biz bundan, yəni əsasən bizim qarşımıza bunlar çıxır. Kasıblara torpaq payladı, varlıların torpaqlarını kasıbların xeyrinə müsadirə etdi. Sonra kasıblara yardım göstərdi. Bütün bu da senatın xoşuna gəlmir, yəni varlıların xoşuna gəlmir ki, torpaqları əllərindən alınır. Buna görə də Tiber Grax'a qarşı sui-qəsd təşkil edirlər və Tiber Grax öldürülür. 133-cü ildə, eramızdan əvvəl 133-cü ildə gəlmişdi hakimiyyətə. Bundan 10 il sonra isə hakimiyyətə onun qardaşı Qay Grax gəlir 123-cü ildə. Qay Grax'ın hakimiyyəti ilində də biz danışırıq ki, öz qardaşının yolunu davam edir. Yəni demir ki, qardaşımı öldürüblər, məni də öldürərlər, torpaqları paylamayım. Qardaş kimi davam edir ki, biz bunu eləmişik, sonunda ölümdə olsa kasıbları, yəni ki, biz xalq tribunu yoxsa xalqın mənafeyini müdafiə etməliyik.
Amma yenə Senat Qayqıraks'a qarşı çıxır, Qayqıraks da öldürülür. Düzdür, tribuna qarşı sui-qəsd etmək ən ağır cinayət hesab olunurdu. Amma ikisini də öldürürlər. Spartak üsyanından danışırıq. Eramızdan əvvəl 74, 71-ci ildə. Burada mədəniyyət hissəsində yazmışam. Kolizey 1-ci əsrdə tikilir Kolizey. Bu arena idi. Burada qladiator döyüşləri keçirilirdi. 74-71-ci ildə də qladiatorlar, həmin döyüşkən qladiatorlar Kapuya məktəbindən qaçırlar. Dövlətə qarşı üsyan təşkil edirlər. Düzdür, güclü şəkildə vuruşurlar, Romalı legionlarını məğlub edirlər, amma sonda Kras və Pompeyin orduları nəticəsində, biz bunların adını Azərbaycan tarixində da keçmişik. Kras və Pompeyin ordularının hücumu nəticəsində məğlub olur, Spartak üsyanı eramızdan əvvəl 71-ci ildə yatırılır. Daha sonra danışırıq Julius Sezardan. Düzdür, burada birdən də vətəndaş müharibəsi olur. Eradan əvvəl 49-cu ildə başlayır. Fasilələrlə 30-cu ilə qədər davam edir. Eradan əvvəl 30-cu ilə qədər davam edir. Niyə vətəndaş müharibəsi olur? Burada hakimiyyətdə Julius Sezar, Octavian, Antoni arasında hakimiyyət uğrunda mübarizə olur. Xalqın yarısı Julius Sezar istəyir, yarısı Octavianı, bir hissəsi Antoni. Buna görə də vətəndaş müharibəsi baş verir. Bu düzdür, bu bir ara eramızdan əvvəl 49-cu ildə hakimiyyətə gəlir Julius Sezar. Julius Sezar cəmi 5 il hakimiyyətdə qalır. Eramızdan əvvəl 44-cü ildə Sezar istəyirdi ki, imperiya çevrilsin Roma. Respublika tərəfdarlarının da bu xoşuna gəlmirdi. Deyirlər, Respublika yaxşıdır, xalq işi deməkdir, xalqın hamısı bərabər hüquqludur. Sezarı öldürürlər. Sui-qəsd nəticəsində eramızdan əvvəl 44-də Sezar ölür. Bundan sonra hakimiyyətdə artıq Octavian və Antoni sərkərdə kimi mühüm, belə deyək, rol oynayırlar. Roma iki yerə bölünür, iki yerə bölünmür. Yəni rəsmi olaraq iki yerə bölünmür. Sadəcə dövlətə əvvəl olduğu kimi iki konsul başçılıq eləməyə başlayır. Biri Antoni idi, biri də Octavian. Antoni dövlətin şərq sərhədlərinə, yəni Misir ərazisinə, sonra Romanın şərqdə işğal etdiyi ərazilərə başçılıq edir. Octavian isə qərb ərazisinə, yəni qərbi İtaliyaya, Romanın ilk olan məskənlərinə, bir də Afrikanın qərbinə başçılıq edir. Vaxt gəlir eramızdan əvvəl 31-ci ildə bunlar arasında aksi döyüşü olur. Yəni bunlar da fikirləşirlər ki, elə birimiz başçı olaq. Buna görə də döyüşlər başlayır. Aksi burnu döyüşündə Octavian qalib gəlir. Təzədən eramızdan əvvəl 30-cu ildə də Octavian artıq tək Romanın, belə deyək, başçısına çevrilir. Artıq Antoni olmur, Antoni aradan çıxarır. Eramızdan əvvəl 30. Deməli, nə gördük biz burada? Eramızdan əvvəl 30. Octavianın hakimiyyətə tək gəlməyi ilə vətəndaş müharibəsi başa çatır. Və Romada da bundan 3 il sonra imperiya dövrü başlayır. Eramızdan əvvəl 27-ci il. Bu dövrləri bir də təkrarlayırıq. Padşahlıq dövrü nə vaxt başladı? Eramızdan əvvəl 753, eramızdan əvvəl 509-cu illər. 509-da nə başladı? Respublika quruluşu. Respublika nə vaxta qədər gəlir? Eramızdan əvvəl 27-yə qədər. Bəs eramızdan əvvəl 27-ci ildən nə olur? İmperiya dövrü başlayır. İmperiyada nə vaxta qədər gəlir? Bizim eranın 395-ci ilinə qədər. 395-də Roma rəsmi olaraq bölünür iki yerə. Qərbi Roma və Şərqi Roma. İndi buna birazdan danışacağım. Gəldik imperiya dövrünə. İmperiyanın dövründən danışırıqsa, ilk olaraq imperiyanın yaradan adamdan danışmalıyıq da biz. Octaviandan. Octavian dövlətin tam hakiminə çevrilir, imperiyasını yaradır. Yəni özünü imperator elan edir. Octavianın dövründə Misir ərazisi, belə deyək, əvvəl işğal etdiyi ərazilərdə hakimiyyəti tam bərqərar olunur. Hamı tanıyır ki, Romanın başçısı, tək başçısı Octaviandır. Sonra keçirik Mark Trayandan danışırıq. Trayanın dövründə bizim qarşımıza nə çıxa bilər? Əsas çıxanları yazın bura. Klikya, Səudiyyə Ərəbistanı, Ərəbistanı, Adriatik dənizi, Aralıq dənizinin şərq sahilləri. Bu hissələr gördüksə, şərq yox, Aralıq dənizinin şərq sahilləri, Adriatik dənizi. Bu hissələri biz testdə gördüksə, kimi götürürük? Trayanı götürürük. Buna görə də Trayanın şərəfinə burada yazmışam mədəniyyətdə triumf. Triumf nədir? Uzun sütundur, qələbə sütunudur. Elə həmin bu Trayanın uğurlarına görə onun şərəfinə triumf qoyulmuşdur. Yəni Trayan gördüksə triumf, Klikya, Səudiyyə Ərəbistanı, Adriatik dənizinin ərazilərini götürürük.
Quldarlıqdan danışırıq. Romada qulları danışan əmək alətləri adlandırırdılar. Burada adlandırmışkən digərlərini eşitsək. Misirdə nə adlandırırdılar? Qulları. Cavablandırın. Aha, canlı ölülər. Yunanistanda. Yunanistanda nə idi? Aha, gəzən, yəni iki ayaqlılar. Hindistanda yad düşmən. Spartada nə idi? Spartada da hilot idi. Bəs Spartanın ordu quruluşu nə idi? Falanga. Romanın ordu quruluşu necə idi? Bayaq dedim. Spartaka onların ordusunu məğlub etmişdi. Romanın ordu quruluşu da nə oldu? Legion. Romada legionlardan təşkil olunurdu. Qulları adlandırdılar, danışan əmək alətləri. Sonra quldarlıq tədricən tənəzzül etməyə başlayır. Daxmalı qullar, kolonlar yaranır. Bunlar haqqında öyrənirik. Və 2-ci əsrdə biz burada bir dənə imperatorun adını bilməliyik. Qarşımıza tez-tez çıxır bu bizim. Adrian dövründə, 2-ci əsrdə Adrian qulların öldürülməsini qadağan edir. Buna qədər elə bil ki, kimin qulu var, deyir ki, ürəyim istəyir, məsəl üçün, qul sözünə baxmır, sağa dön deyir, sola dönür, qulunu öldürür. Amma Adrian qadağan edir ki, qulu öldürmək olmaz. Artıq qullar da tədricən, yəni belə deyək ki, bundan da bir neçə əsr sonra vətəndaş da çevrilə bilirlər. Bu da gətirir, çıxarır quldarlığın tənəzzülünə. Artıq quldarlıqdan da sonra feodalizm dövrü başlayır. Elə Roma dövlətinin də süqutu ilə həmin bu quldarlıq tənəzzülə uğrayır. Quldarlıq süqut edir, yeni dövr yaranır. Konstantindən keçsək, Romanın parçalanmağına səbəb olan imperator desək kimdir? Həmin adamın adını çəkirik ki, Konstantindir. Niyə? Konstantin 330-cu ildə Romanın paytaxtını köçürür Vizanti şəhərinə. Vizanti şəhəri indiki İstanbuldur. O vaxt isə Konstantinin şərəfinə ilə Konstantinopol adlanır. Konstantinin ilk gördüyü iş isə 313-cü ildə Xristianlığı rəsmi dövlət dini kimi elan edir. Xristianlıq 1-ci əsrdə yaranmışdı. 313-də Romada rəsmi dövlət dini elan olunur. Bunu da biz Albaniyada urna üçün oxşar zəhər kimi götürürük. Sonra 330-da dedik nə baş verdi? Paytaxt dəyişdi. 330-da. Sonra Romanın parçalanmağından danışaq. Bütün bunlar da gətirir, çıxarır. Konstantinin bu elədikləri də onun, belə deyək, xələfi məcbur olur. Dövləti 395-ci ildə iki yerə bölür. Roma qərb və şərqə bölünür. Qərbi Romaya aiddir. İndiki İtaliya, Roma şəhəri, bu ərazilər qərbi Roma idi. Bir də o dövrdə Afrikanın qərbi, Aralıq dənizinin qərb sahilləri də qərbi Romaya aid olur. Şərqi Romaya isə indiki Türkiyənin, belə deyək, şərq torpaqları, yəni İstanbul ərazisi, sonra Misir ərazisi, Aralıq dənizinin şərq torpaqları da Şərqi Roma Respublikası, yəni Şərqi Romaya aid olur. Belə. Qərbi Roma imperiyası süqut eləyir bizim eranın 476-cı ilində. Şərqi Roma isə süqut eləyir 2-ci Mehmetin dövründə. Şərqi Roma tədricən Bizans adlanır. 395-də yaranır Bizans. 1453-cü ildə süqut edir. 1453-də kim tərəfindən süqut edir? Bayaq dedim, 2-ci Mehmet tərəfindən süquta uğrayır. Paytaxtı da Konstantinopol, İstanbul adını alır. Ümumi biraz sual cavab eləyək, görək nə öyrəndik bugün biz. Roma neçə yerə bölündü, yəni dövrlərinə görə? Hansı dövrlər? Aha. İmperiya dövrü. Bunlardan belə deyək, Respublika dövrü nə deməkdir? Respublika dövrü nə deməkdir? Respublika nə deməkdir? Xalq işi, yəni ümum xalq işi. Xalqın bir yerdə gördüyü iş, hamı bərabərdir. Burada bərabər olurmu Respublika dövründə? Xalq. Bərabər olmur. Ona görə də elə 509 Respublika dövrü başlayan kimi bölünür iki yerə də. Bölünür iki yer. Patris və plebeylər başlayır müharibəyə. Bu da vətəndaş müharibəsinə gətirir, çıxarır. Deməli, tədricən bərabərləşməyə başlayırlar. Burada əsrlər yazdım. Eramızdan əvvəl 5-ci əsr, 3-cü əsrin, eramızdan əvvəl 3-cü əsrin 1-ci yarısı və eramızdan əvvəl 3-cü əsrin ortaları. Deməli, eramızdan əvvəl də deyə tərsinə gəlir. İşte 5, 3-ün əvvəli, 3-ün ortası. 5-ci əsrdə nə oldu? Tribun seçimi hüquq qazandılar. 3-cü əsrin əvvəllərində nə oldu? Qanun qarşısında bərabər oldular. 3-cü əsrin ortalarında da
yəni plebeylər artıq Romanın tam hüquqlu vətəndaşına çevrildi ki, söz sahibi ola bilərdi. Bir də burada nəyi biz yaddan çıxartmırıq? Romada plebeylərə maaş verilmirdi. Yunanıstanda Perdikken dövründə onlara maaş verilməyə başlayır idarə etmə vəzifəsinə görə. Amma Romada maaş verilmir. Bu da bunların fərqli cəhətləridir. Keçik mədəniyyətdən görək biz nə danışırıq? Kolizey dedik, arenadır. Hal-hazırda da onun qala-qalaları durur. Romaya gedən olsa yaxşı səyahət etmək olar. Sonra Panteon məbədi Romadadır. Bir də var idi Parfenon, adından da bənzəyir də Parfenon. Bu sözlərinə görə Parfenon Afina sözünə. Parfenon Afinadadır, yəni Yunanistana aiddir. Panteon gördüksə bunu Romaya götürülür. Triumf dedik, uzun sütundur, qələbə sütunu Trayanın adına çəkirik burada. Termisli hamamlardır bildiyimiz. Onlar betonu kəşf eləmişdilər. Yəni Romanın ixtiraları düşsənə götürülür. Beton, təqvim. Romalıların təqvimi nə vaxtdan başlayır? Elə eramızdan əvvəl 753-dən. Sonra Sezarın dövründə də təqvim yaranmışdı. Biz indi də xırda düzəlişlər edərək həmin Sezarın təqvimindən istifadə edirik. Legion da Roma ordusudur. Belə, dərsimiz bu günlük bu qədər.